İnformasiya və informasiya prosesləri. Baxaq bura. Nədir ümumiyyətlə informasiya prosesləri? İnformasiya bildiyimiz kimi çox böyük bir elm sahəsidir və çox vacibdir. Hazırda aktual mövzulardan biri ilə informasiya üzərində dayanır. İnformasiyanın qorunması olsun, onun sürətlə çatdırılması olsun və bu kimi məsələlər özündə birləşdirir. İnformasiyanın bir də xassələri var. İnformasiyada nə kimi xassələr var? Tamlıq xassəsi var, faydalılıq var, dəqiqlik, anlaşıqlılıq, obyektivlik, etibarlı, aktual, adekvat, təzəlli, qiymətlilik. Tamlıq xassəsi odur ki, tamlıq xassəsi, məsələn, bir informasiya haqqında məlumat verirsə, onu tam olaraq məlumat verməliyik. Məsələn, bir kitab olsun və ya bir kitabxana misal deyək, daha yaxşı başa düşün. Bir kitabxanaya daxil olursunuz. Siz əgər həmin kitabı, axtardığınız kitab haqqında ətraflı bir məlumata sahibsinizsə, sürətlə onu tapa biləcəksiniz. Orada yazıçının adı olsun, kitabın nəşri olsun, buraxılış tarixi olsun və s. kimi istər daxili xüsusiyyətləri, istər də xarici xüsusiyyətlər olsun. Məsələn, kitabın üz qabığının rəngi və ya xatırlayırsınızsa səhifələrin ortalama sayını və bu kimi məlumatlara sahibsinizsə, deməli siz tam informasiya sahib olacaqsınız. Ümumi bütün məsələlərdə də, qarşınıza çıxan məsələlərdə də, informasiya prosesləri, informasiya məsələlərində də xassələrdən söhbət gedirsə, məntiqlə bunların üzərində düşünməlisiniz. Görək, məsələn, bizə belə bir suallar verəcək ki, verilmiş bir misal verəcək. Həmin nümunəyə əsasən hansı xassə pozulur, hansı xassə ödənir və bu kimi xüsusiyyətlər. Siz daim öyrəndiyiniz bu xassələri orada məntiqi olaraq tətbiq eləməlisiniz. Faydalılıq odur ki, bir informasiya əgər məlumatdır, həmin məlumat üzərində oxuyursunuz, o məlumat sizin üçün faydalı oldusa, yeni bir nəsə öyrəndinizsə, bir qatqısı oldusa, o olacaq faydalı informasiya. Məsələn, bu bir kitab oxumaq olsun. Bir kitabı oxuyursunuz və həmin informasiya sizin üçün lazımdırsa, sizin işinizə yaradırsa, bu faydalı bir informasiyadır. Digəri, dəqiqlik. Dəqiqlik isə nədir? Bir məsələnin dəqiq olmasıdır. Məsələn, burada belə bir nümunə verilib, deyəsən yol ilə gələn zabitdir. Baxın, deyəsən, yəqin, bu kimi fərziyə yanaşmalar, bunlar dəqiqlik xassəsini pozur. Dəqiqlik odur ki, %100 budur və belə olmalıdır. Bu kimi nümunələrdə biz bilirik ki, dəqiqlik xassəsini ödənmiş olur. Anlaşıqlıq. Anlaşıqlıq xüsusiyyəti isə bir informasiyanın anlaşılan olmasıdır, başa düşən olmasıdır. Məsələn, bir xəbərə baxırsınız və ya 2 dənə xəbər deyək. 2 dənə xəbər var qarşınızda. Birinci xəbər rus dilindədir, ikinci xəbər Azərbaycan dilindədir. Əlbəttə ki, Azərbaycan dilini bildiyimiz üçün rahatlıqla o xəbər haqqında məlumat əldə edəcəyik və bu informasiya bizə anlaşıqlı olacaq. Amma deyək ki, biz rus dili bilmirik. Rus dili biliyimiz yetərincə deyil. Bu zaman biz həmin informasiyanı anlaya bilmirik. Bu da anlaşıqlıq xassəsini pozmuş olur. Obyektivlik nədir? Bir informasiya hər kəs tərəfindən qəbul edilsin. Yəni, bütün insanlar tərəfindən eyni formada qəbul edilirsə, heç bir fərqli bir fikir yoxdursa, bu olacaq obyektiv bir informasiya. Məsələn, təyyarələrin uçmağı olsun. Hamı bilir ki, təyyarə nə edir? Təyyarə bizi bir məntəqədən başqa bir məntəqəyə aparmaq üçün istifadə olunur. Bu, obyektiv bir informasiya olacaq. Hər kəs tərəfindən qəbul edilir. Etibarlı informasiya odur ki, burada da yenə bir xəbərlər üzərində misal göstərim sizə. Yəqin ki, qarşınıza çox çıxıb dezinformasiya deyə bir termin. Dezinformasiya odur ki, bir informasiya əgər dəqiq deyilsə, etibarlı deyilsə və yanlış, saxta bir informasiyadırsa, bu etibarlı xassəsini pozur. Əgər bizim qarşımıza yeni bir xəbər çıxdı, məsələn, bu dəqiqə yeni bir xəbər çıxdı, həmin xəbər haqqında məlumat əldə edirik, həmin məsələni başqa mənbələrdə araşdırırıqsa və həmin məsələ eyni mənbələrdə də üst-üstə düşürsə, bu olacaq etibarlı informasiya. Məsələn, belə deyək, DİM-in imtahanları üçün müəyyən xəbərlər
daxil olur. Həmin xəbərləri gedib biz Giminos rəsmi saytından öyrəniriksə, bu həqiqətən doğrudursa, üst-üstə düşürsə eyni fikir, bunu biz görürük ki, bu etibarlıdır. Demək, bunu etibarlı informasiya kimi qəbul etmək olur. Aktual informasiya cari zamanda yerinə yetirilir. Yəni, hazırda trend bir məsələdirsə, hazırda olubsa, bu dəqiqə baş veribsə, bu aktualdır. Adekvatlıq, təzəllik və qiymətlilik digərlərdə eyni şəkildə. Adekvatlıq informasiya məqsəd və vəzifələri nə dərəcədə cavab verməsi. Yəni, bir informasiya məqsədi ilə və vəzifəsi icra etdiyi məsələ müəyyən nə qədər cavab verirsə həmin məsələyə, bunu biz adekvat informasiya kimi qəbul edirik. Təzəllik də odur ki, çox şeyin təzəsi və köhnəsi olduğu kimi informasiyanın təzə və köhnəsi ola bilər. Yəni, informasiya yeni baş veribsə, olduğu kimi bu dəqiqə həyata keçirilibsə, bu təzə informasiyadır. Əgər müəyyən bir vaxt keçibsə üstündən, bu olacaq köhnə informasiya. Bu gün baş verirsə, hazırda təzədir, sabah artıq bu günə baxanda dünən oldu axı. Dünənki informasiya oldu. Bu isə olacaq köhnə informasiya. Qiymətlilik də informasiyanın qarşıdakı istifadə üçün lazımlı olması deməkdir. Qarşıdakı bir istifadəçi bunun üçün lazımlıdırsa bu informasiya, bu da onun qiymətlilik xassəsinə aiddir. Bu da belə. İnformasiyanın xassələri bu şəkildə. Özünüz də oxuya bilərsiniz əlavə olaraq. Baxaq nəyə burada? İnformatika, bilirik ki, informatika sözü iki sözün birləşməsindən yaranıb. İnformasiya və avtomatika sözlərinin birləşməsindən yaranıb. Buna ingilis dilli ölkələrdə computer science da deyilir. Yəni, computer science, kompüter elmləri deməkdir. Kompüter, zaten kompüterdir. Science isə elm mənasını verir. İnformatikanın 3 əsas tərkib hissəsi var. Bunlar hansılardır? Hardware'dir, brainware'dir və software'dir. Hardware bilirik ki, bizim qurğularımız, cihazı təmin edən qurğular təminatıdır. Məsələn, bunlar ola bilər printer olsun, klaviatur olsun, sıçan olsun, sistem bloku olsun və s. Software isə proqram təminatıdır. Müəyyən bir proqramlardan istifadə edirik. Məsələn, bunlar Excel, Word, bu proqramlar olacaq software, proqram təminatı. Brainware isə alqoritmdir. Yəni, əsas hissəsi, beyni, sistemin beyni olacaq brainware. Brainware müəyyən alqoritmlər üzərində işləməkdir. Sonra, informasiyanın növləri. Baxaq bura. İnformasiyanın növləri, informasiyanı demək biz müxtəlif duyğu üzvləri vasitəsilə ötürə bilirik və ya ala bilirik. Bunlar olacaq vizual, audio, dad, qoxu və taktil. Vizual informasiya gözlərimiz vasitəsilə alırıq. Audio səsdir zaten, dad bilirik. Qoxu və taktil də eyni şəkildə. Davam eləyək. Hər kəs buradadır. İnformasiya növləri sadədir. Zaten vizualdır, audiodur, daddır, qoxudur, taktildir. Bunlar sadə proseslərdir. Çox üzərində qalmağa ehtiyac yoxdur. Sonra
İnformatik baxımdan isə informasiyanın növləri aşağıdakılardır. Demək, informasiyanın bir növ təqdim edilmə formalarıdır. İnformasiyanın təqdim edilmə formaları bunlardır ki, mətin, ədədi, audio, qrafik, məntiqi, video ilə, multimedia ilə və radio dalğalarlandır. Buna zaten məntiqi olaraq yadda saxlamaq olar ki, biz informasiyanın qarşı tərəfə necə çatdıra bilərik? Mətin olaraq çatdıra bilərik. Məsələn, yazaraq qarşı tərəfə ötürə bilərik. Ədədi olaraq, məsələn, bura bir rəqəm yazaq, 14 deyə bir ədəd yazaq. Rəqəm yazmayaq, ədəd yazaq. 14 ədədi. Bu 14 ədədini mən bura yazdığım halda siz başa düşəcəksiniz ki, burada həm yazılıdır burada, həm yazılıdır, həm də ədədi informasiyadır. Siz artıq bir informasiyanı almış olacaqsınız. Audio səslə hazırda Zoom-la dərsimizi keçirik və audio vasitəsilə mən sizə eyni zamanda səs informasiyasını da çatdırıram. Qrafiki müəyyən qrafiklərdən istifadə edirik. Venn diaqramlar olsun, cədvəllər olsun və s. Video eyni şəkildə video ilə, multimedia müxtəlif tipli səsli, qrafikdir və bunların qarşılığı ilə çatdırılmadır. Radio dalğalar da zaten frekanslardır, radio dalğalardır, yəni simsiz əlaqədir. Bunlarla informasiyanın çatdırılması məsələləridir. İnformasiyanın təsvir olunması formaları. İnformasiyanın iki dənə təsvir olunma forması var. Biri analoqdur, biri də rəqəmsaldır. Analoq bizim başa düşdüyümüz informasiyadır. Yəni insanlar arasında ünsiyyət. Bu zaman biz analoq informasiyadan istifadə edirik. Buna kəsilməz informasiya deyilir. Rəqəmsal informasiya isə buna diskret informasiya deyilir. Analoq informasiyanın kəsilməz, rəqəmsal informasiya isə kəsilən informasiyada adlandırırlar. Necə yadda saxlaya bilərik ki, kəsilməz hansı olacaq, kəsilən hansı olacaq? Çünki bəzən testlərdə qarşımıza çıxır ki, kəsilməz informasiya və ya kəsilən informasiya. O zaman beynimiz qarışmasın deyə belə bir məntiq qura bilərik ki, iki insan arasında əlaqə, məsələn, ünsiyyət qururlar. Bu kəsilməz olacaq da. Hər hansısa bir təbii fəlakət bunun qarşısını almayacaq axı. Amma rəqəmsaldır. Məsələn, kompüterdə informasiya ötürürəm. Bir internet bağlantısı kəsilsə, nə olacaq? Artıq bizim informasiyamız dayanacaq. Bu olacaq rəqəmsal informasiyaya aiddir. Demək, kəsilməz nə oldu? Analoq oldu. Rəqəmsala isə aid oldu kəsilən və diskret informasiya. Analoq informasiyadan rəqəmsal informasiyaya və ya rəqəmsal informasiyadan analoq informasiyaya keçid prosesi var. Bunlara ARK, yəni analoq rəqəmsal konverter deməkdir. A analoq, R rəqəmsal, K isə konverter mənasını verir. Konverter ingilis dilində çevirmək deməkdir. Və bir də var bunun əksi, demək, rəqəmsaldan analoqa çevirmək. Bu zaman isə olacaq RAK. Bəli. Yerimiz yoxdur, buradan yazaq yenidən. R rəqəmsal, analoq, konverter. Məsələn, bunu necə bilə bilərik ki, qoyun misal üzərində göstərim sizə, daha yaxşı yadda qalsın. Deyək, müxtəlif kompüter cihazları verilir, kompüter qurğuları verilir. Deyir ki, hansı rəqəmsaldan analoqa çevirmədir, hansı analoqdan rəqəmsala çevirmədir. Bunu necə bilərik? Deyək, bir mikrofon var qarşımızda. Mən hazırda ünsiyyət saxlayıram sizinlə və birinci növbədə bu məlumatı sizə çatdırmaq üçün nə eləməliyəm? Məlumatı sizə çatdırmaq üçün öncəliklə mənim danışığım mikrofon vasitəsilə mənim kompüterimə daxil olmalıdır. Mənim danışığım analoq tipdədir. Danışıram. Mənim mikrofonum onu qəbul edir. Həmin səs frekanslarını qəbul edir və analoq informasiyanı çevirir rəqəmsala. Çünki kompüter ikilik kodlar bilir axı. O insan dilini bilmir. İkilik kodlar bildiyinə görə mənim informasiyam, mənim dediklərim hamısı rəqəmsala çevrilir, elektrik siqnalları olur və kompüterin başa düşəcəyi dildə artıq kompüterə daxil olur. Demək, burada mikrofon nə rol oynadı? Mikrofon ARK prosesini həyata keçirdi. Yəni, analoqdan rəqəmsala çevirdi. Sonra həmin mənim qurğum, mənim notebook'um sizə məlumatı ötürməlidir. O maşın dilindədir. Yəni, rəqəmsal informasiyalara malikdir.
onu rabitə kanalı boyunca, rabitə kanalı dediyimiz müəyyən bir xətt vasitəsilə ötürməkdir. Məsələn, internet xətti boyunca qlobal bir şəbəkə üzərində sizə ötürür. Sizin notebookunuz və ya telefonunuz bunu qəbul eləyir. Eyni formada rəqəmsaldır mənimki də, sizin də notebook və cihazınız rəqəmsaldır. Rəqəmsaldan rəqəmsala ötürür. Yəni iki maşın arasında informasiya mübadiləsi həyata keçirilir. O qəbul etdi. Artıq informasiya sizin notebookunuzdadır. Sonra bunu siz eşitməlisiniz. Ancaq bu sizin notebookunuzda maşın dilindədir. Deyək, hər hansısa bir qulaqcıqdan istifadə edirsiniz və ya telefonlarınızda özünüzdə səs ucaldanlar var zaten hazır formada. Bir musiqi səslənirsə və ya bir səs eşidirsinizsə, bu səsi ucaldanlar vasitəsilə sizə səslənir. Burada həmin səs ucaldanlar hazır rol oynayacaq. Rəqəmsal informasiya, sizin notebookunuzda olan rəqəmsal informasiyanı çevirəcək analoqa, yəni RAK, rəqəmsal analog konverter prosesini həyata keçiriləcək və siz həmin informasiyanı qəbul etmiş olacaqsınız. Digər cihaz nümunələrinə də eyni şəkildə bunu aid eləmək olar. Məsələn, müxtəlif tip suallar düşər ki, sizə müəyyən bir cihaz verirlər, deyər ki, analoqdan rəqəmsala hansı çevirir və ya rəqəmsaldan analoqa çevirmə zamanı hansı cihazdan istifadə olunur. Ən variantlar verə bilər. Bu kimi bu nümunəni həmişə ağlınızda tutsaz, bunun ətrafında qısaca düşünsəz, o sualın cavabını rahatlıqla tapa bilərsiniz. Sonra baxaq nəyə? İnformasiyanın əsas prosesləri var. İnformasiya prosesləri zaten aşağı siniflərdən bəri bizə bəllidir. Artıq əzbər bilir ki, toplanmasıdır, saxlanmasıdır, emalıdır və ötürülməsidir. İnformasiyanın toplanması, məsələn, buna nə misal göstərmək olar? Deyək, meteoroloji stansiyaları misal göstərək. Meteoroloji stansiyalar olur, hava durumunu öyrənmək üçün. Hava durumunu öyrənmək üçün onlar müəyyən texnologiyalardan istifadə edir. Həmin texnologiyalarla havanın rütubəti olsun, digər istiliyi olsun və ya başqa məlumatlar olsun. Bunları öyrənmək üçün öncəliklə bunların işi informasiyanı toplanır. İnformasiyanı toplamaqdır. Havanın hazırki vəziyyəti haqqında informasiyanı toplayırlar. Belə bir misal göstərmək olar. İnformasiyanın toplanması prosesi. Və ya bir xəstələnən zaman termometrdən istifadə olunur. Termometr qoyulan insanın civə vasitəsilə neçə dərəcə qızdırması olub olmadığı və bu kimi indi ətraflı başqa qurğulardan istifadə olunursa, istər deyək təzyiq ölçən olsun və ya başqa cihazlar olsun ki, həkimlərin istifadə etdiyi, onlar vasitəsilə əlavə olaraq da onun haqqında məlumatlar öyrənilir. Bunlar informasiyanın toplanması prosesidir. İnformasiyanın saxlanması prosesi müəyyən bir disklərdən istifadə edirik. İnformasiya kompüterimizə daxil olur, gedir hard diskə və ya SSD-yə yerləşir, əsas yaddaş deyilir buna. Həmin yerləşir, o da saxlanılırsa, bu olacaq informasiyanın saxlanması. İnformasiya emalı prosesdə yadınızda saxlayın ki, kompüterdə istifadə olunan prosesor vasitəsilə informasiya emal edilir. Emal edilir. İnformasiya gəlir, emal edilir. O yerinə yetirilir. Bu olacaq informasiyanın emalı prosesi. Bunun insanlar üzərindən misal göstərmək olar ki, deyək biz yeni bir məlumat öyrəndik. Hardansa bir yeni məlumat öyrəndik, oxuduq. Bu zaman gözlərimiz vasitəsilə qəbul edirik. Sonra beyinə siqnallar ötürülür və həmin informasiya emal prosesinə başlayır. Emal prosesinə başlayır, o informasiya haqqında nəticə çıxarılmağa başlayır, onu dərk eləməyə başlayır beyin. Bunlar da olacaq informasiyanın emalı prosesi. Ötürmə də müəyyən bir A nöqtəsindən müəyyən bir B nöqtəsinə informasiyanı ötürürüksə rabitə kanalı boyunca, bu olacaq informasiyanın ötürülməsi. İnformasiya prosesləri də bu şəkildə idi. Toplanma, saxlanma, emal və ötürülmə. Baxaq hara? İnformasiyanın emalının bir də müəyyən bir formaları var. Növləri var, belə deyək. İnformasiya emalının növləri. 4 dənə əsas növ var. Yeni informasiyanın yaradılması, birinci budur. Kodlaşdırma, sonra informasiyanın axtarışı və çeşidləmə. Nədir bunlar? Yeni informasiyanın yaradılması.
məsələnin hesablamalar və ya məntiqi mühakimələr vasitəsilə həll. Bunu belə məntiqlə fikirləşsək nə demək istəyir bu? Yeni bir informasiya yaradılması. Məsələn, əlimizdə bir informasiya var. Bu informasiya üzərində yeni bir mühakimə aparırıq. Bu sayədə yeni bir informasiya yaradırıq. Yeni bir nəticəyə gəlirik. Bu, yeni informasiyanın yaradılmasıdır. Kodlaşdırma odur ki, biz A nöqtəsindən B nöqtəsinə informasiyanı ötürürük. Hər hansısa bir üçüncü şəxsin, bir ziyanverici insan olsun məsələn, onun müdaxiləsinin qarşısını almaq üçün bunu kodlaşdırıram. Kodlaşdırıram ki, hər hansısa bir insan buna müdaxilə edə bilməsin, informasiyanı oxuya bilməsin. Bu kodlaşdırmadır. Kodlaşdırma prosesində informasiyanın heç vaxt məzmunu dəyişmir. İnformasiyanın məzmunu odur ki, informasiyanın içərisində saxlanılan məlumatlar, verilənlər dəyişmir. Bunlar qalır. Sadəcə bunun forması dəyişir. Bu informasiyanın kodlaşdırılmasının bir xüsusiyyətidir. Məzmun dəyişmir, sadəcə forma dəyişir. İnformasiyanın axtarışı müəyyən kitabxanalar olsun, məsələn, internet üzərində Google-a daxil olub search bölümündən hər hansısa bir məlumat axtarırıq. Bunlar informasiyanın axtarışına aiddir. Çeşidləmə nədir? Çeşidləmə deyək əlifbanın hərflərini ardıcıllığından düzürük. A-dan Z-yə qədər. A, B, C, D və bu şəkildə düzürük. Bu çeşidləməyə aiddir. Və ya müəyyən insanlar var, insan qrupu var. Bu qrupda insanları boy sırasına görə və yaşına görə düzürük. Bunlar hamısı çeşidləməyə aid xüsusiyyətlərdir. Yeni informasiya yaradılması, kodlaşdırma, informasiyanın axtarışı və çeşidləmə. İnformasiya emalının 4 əsas növlərindən. Nəzəriyyədən bu qədər. Ümid edirəm ki, bir sualınız yoxdur. Sualınız varsa soruşa bilərsiniz. Yox, müəllim. Analoqa. Onu hansı cihazla keçirdi? O isə qeyd edər. Rəqəmsalda analoqa. Demək, məntiqlə fikirləş. Rəqəmsaldır. Sənin kompüterində bir informasiya var. Sən onu eşitmək istəyirsən, dinləmək istəyirsən. Hansı cihazdan keçə bilərsən? Məsələn, səscaldan ola bilər? Səscaldan deməli onu eşidə bilərsən. Deyək, masaüstü bir kompüterin var. Masaüstü kompüterdə bir musiqi səsləndirmək istəyirsən. Görürsən, səscaldan vasitəsilə eşidə bilərsən. Və ya qulaqcıq vasitəsilə. Qulaqcıqla nə olacaq? Sən onu rəqəmsalı çevirəcəksən analoqa. Amma analoqdan rəqəmsala çevirmək istəyirsənsə, demək, mən bir informasiyanı kompüterimə ötürmək istəyirəm. O zaman mikrofondan istifadə edirəm. Məsəl üçün, baxın, səs görək proqramımız varmı? Səs yazan belə bir proqramımız var. Burada biz rekord hissəsinə baxsaq, nə olacaq? Mənim mikrofonum artıq mənim səsimi oxumağa başlayacaq. Mən nə danışıramsa, ora sırası ilə bu şəkildə yazılır. Bu yazıla mənim analoq informasiyam nə olur? Rəqəmsala çevrilir. Mikrofon onu qəbul edir, analoq informasiyanı qəbul edir, sonra onu rəqəmsala çevirir. Rəqəmsal da elektrik xətləri ilə kompüterin özündə bunu artıq informasiya prosesi üzrə həyata keçirir. Artıq emal proseslərdə digər mərhələlərdir. Nə yöndə istifadə ediriksə, o formada da irəliləyir.